problemi də özüm orada həll edeyim, müalicə etdirə bilərəm. Həm də bu məmurların zülmündən rahat canım diyəcəkdir. Və mən yenə təkrar edirəm. Əgər bunun da qarşısını alsanız, qısa bir müddət ərzində medianın iştirakı ilə böyük bir şəkildə ötmüşəm, özü lisanslı şəkildə o şəkildə dəfələrlə göndərmişəm. Ya Portbakrın Birləşdirmə Parça olduğum şirkətinə, ya Heydərli mərkəzinə, ya Prezident administrasiyasının qarşısına, ya da Zaqulbada yerləşən cənab prezident iqamətini gedəcəm ki, başın xarab olub da belə sadə dillə desin. Səsimi siz prezidentin Erbakan nəzərə çatdırın. Orada da hansı acınacaqlı vəziyyətlər olacaq, nələr olacaq, siz onu bilirsiniz ki, özü bilirsiniz, mən 8 ildə hörmətli prezident Erbakan məsələsini çatdırmaq üçün hansı çətin proseslərdən keçmişəm. Və əmin olun, mənim qarşıma ala bilməyəcəksiniz. Bu dəfə də elədiyim bu hərəkət var, media iştirakı gedəcəm, orada nələr eləyəcəm, hansı acınacaqlı vəziyyətlər olacaq. Bu 8 ildə elədiklərim bunun yanında sadəcə sıfıra bərabər olacaq. Kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır. Gedə bilərlər, ya özləri gedə bilərlər, heç kim onlara maneçilik yaratmayacaq, ya sülh məramların o tent altındakı yük maşınlarında gedə bilərlər, avtobusda gedə bilərlər, yol açıq.